15 yaşında xalam oğlu məni istəyirdi, bir-birimizi görməmişdik. Mənim şəklimi qardaşının yoldaşı göstərmişdi. Mənə xəbər göndərdilər ki, səndən xoşu gəlir, mən isə razı olmadım. Get-gedə mən də sevməyə başladım, nömrəsini aldım. 3 ay gizlin danışdıq, atam-anam razı deyil idi. Atam dedi ki, onun pis vərdişini görmüşəm, səni ona vermərəm. Əgər onu istəsən, bir də mənə ata demə. Mən də zəng edib ağlayaraq dedim ki, atam vermir, ayrılaq. Dedi, qaçıraram, mən isə yox deyib telefonu söndürdüm. 2 ay özümə gələ bilmədim. 1 il arxamca süründü. Mən də onu sevirdim, amma qorxurdum. Çünki atam yox demişdi. Axşam statuslara baxanda gördüm ki, qardaşının yoldaşı onu bir qızla paylaşıb və altdan da xoşbəxt olunu yazmışdı. O an dünyam başıma yıxıldı. Tez yazdım ki, bunlar doğrudurmu? Bəs məni sevirdin, nə oldu? Səs atdı ki, mən sənin arxanca çox süründüm. Sən özün istəmədin. Oğlanın toyu oldu, mən də getdim. Dedim axırıncı dəfə görüm. Otura bilmədim. Anama dedim ki, dur gedək. Bir müddət sonra nişanlandım, toyum oldu. Ona da dəvətnamə göndərdik, gəlmişdi. Bizə yaxın yerdə əyləşib mənə baxırdı. Onu görən kimi çox pis oldum. Toyumda su belə içə bilmədim. Toyumdan 8 ay keçib, onun bir övladı var, amma mənim övladım yoxdur. Yoldaşımla xoşbəxtəm, amma hələ də onu unuda bilməmişəm.